Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutu tərəfindən dünyada aparılan elmi araşdırmalara istinad edilərək trans yağların insan orqanizmi üçün təsirlərinin elmi əsaslarla risk qiymətləndirilməsi aparılıb və həmin araşdırmalar nəticəsində bu yağların insan sağlamlığına mənfi təsiri öz təsdiqini tapıb. Agentliyin məlumatına əsasən araşdırmalar göstərir ki, trans yağları yaddaş pozuntusu və süd vəzi xəstəliklərini inkişaf etdirir. Hər iki cinsdə sonsuzluq yaradır, immun sisteminə mənfi təsir göstərir. Ümumiyyətlə, doymuş yağ turşularında əmələ gələn yağların çoxu otaq temperaturunda qatı, tərkibində doymamış yağ turşuları olan yağlar isə maye halında olur. Qidalarda ən çox rast gəlinən bəzi doymuş yağ turşuları palmitin, stearin və miristin turşularıdır. Doymuş yağ turşularının enerji dəyərinin digər yağ turşuları ilə eyni olmasına baxmayaraq, orqanizmdə yağ toplanması və çəki artımına səbəb olduğu məlumdur. Eyni zamanda trans yağ turşuları ilə qidalanma, insulinə qarşı rezistentliyin əmələ gəlməsinə şərait yaradaraq diabetə meyilliyi artırır və xroniki iltihabı proseslərinin inkişafına səbəb olur. Bitki və balıq yağlarının dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, rəf ömrünü uzatmaq və istifadə imkanlarını artırmaq məqsədi ilə doymamış yağ turşularının qismən hidrogenləşdirilməsi aparılır və bu zaman trans yağ turşuları yaranır. Aparılan araşdırmaların nəticəsi olaraq bildirilir ki, gündəlik qida məhsullarında müəyyən olunmuş normadan artıq trans yağların qəbulu ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Həmçinin trans yağ turşularının xərçəng, piylənmə, Alzheimer, döl inkişafdan qalması, körpələrdə mərkəzi sinir sisteminin inkişafına mənfi təsir etməsi, diabetə meyilliyi artırdığı da müxtəlif araşdırmalarda müəyyən edilib. Hazırda bir çox inkişaf etmiş ölkələrdə trans yağlarının qida məhsullarındakı miqdarı ciddi şəkildə tənzimlənməkdədir. Bununla əlaqədar olaraq insan istehlakı üçün nəzərdə tutulan yağların təhlükəsizlik göstəriciləri ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsi və daha sərt tənzimlənmə işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Gündəlik istehlak olunan əsas qida məhsullarına daxil olan yağların tərkiblərindəki yağ turşularının xüsusiyyətlərinə görə qidalanmaya və sağlamlığa təsirini nəzərə alaraq müxtəlif elmi araşdırmalar aparılıb. Nəticədə isə doymuş yağ turşuları ilə yanaşı, trans yağ turşularının da sağlamlığa mənfi təsiri öz təsdiqini tapıb. Avropa İttifaqı və bir sıra digər ölkələrdə qida məhsullarının tərkibində olan trans yağlar üçün ən yüksək hədd 2% miqdarında təyin edilib və qablaşdırma üzərində miqdarının qeyd olunması zərurəti tələb kimi qoyulub. Videonu izlədiyiniz üçün minnətdarıq. Bu cür videoların davamını gəlməyini istəyirsinizsə, kanala abunə olmağı unutmayın.